Münasibətim biraz politik çıxış ola bilər, amma ki, belə qeyd edərdim ki, Rusiyanın mədəni və ictimai cəhətdən Azərbaycana qarşı həmişə bir sanksiyaları olmuşdu. Xalq arasında da sanksiyalar var idi. Dövlət tərəfindən bu rəsmi şəkildə bildirilməsə də, amma daxildən bu həmişə davam edir. Qeyd edərdim ki, buna qarşı həm xalq olaraq milli birliyimizi qoruyaraq onlara qarşı mübarizə aparmalıyıq. Həm mədəniyyət cəhətdən, həm də mənəvi dəyərlər cəhətdən buna qarşı birlikdə fəaliyyət göstərməliyik. Pis baxıram ona, çox pis. Ümumiyyətlə cəmiyyət olaraq mövqeyimiz necə olmalıdır? Ne deyim sənə valla, çox pis baxıram da, neysə bir sözlə çox pis baxıram. Onlara hörmət edincə biz onlara hörmət edirik, onlar da bizə hörmət eləməlidir. Çox pis, çox pis. Heç cür özümüzə onu bilmərik ki, yəni ki, bizim soydaşlarımızı orada döyə-döyə öldürürlər, təzyiq göstərirlər. Pis, çox pis. Biz onlar buradakı Rusları özümüzdən artıq hesab edirik. Niyə görə eləyirlər? Biz inanın ki, mən fikir edirəm ona görə. Biz Rusiyada da yaşamışıq neçə il bundan qabaq. Bizə qarşı yaxşı deyirlər, elə biləm. Bizim cəmiyyət olaraq münasibətimiz necə olmalıdır ki, bax rusların bizə qarşı bu ikinci növ millət anlayışı dəyişsin? Oğlum, biz yenə də öz yaxşılığımızı eləyək. Allah özü görəndir. Heç bir normal sivil ölkədə heç bir zorakılıq, heç bir xalqlara, millətlərə qarşı düzgün deyil, qeyri-humanistdir, xoşa gəlməzdir. Cəmiyyət tərəfindən də bir mənalı olaraq pis qarşılanmalıdır. Belə. Cəmiyyət olaraq mövqeyimiz necə olmalıdır bu cür hallara qarşı? Təbii ki, pis. Buna necə yaxşı münasibət göstərmək olar? Bizim həmvətənlər əgər zorakılığa məruz qalırsa, fərq eləmir. Yəni, insan ümumiyyətlə heç bir yerdə zorakılığa məruz qalmamalıdır. Düşmanımızdır, belə götürəndir. Onlar da bizim düşmanımızdır. Ümumiyyətlə bizim bu cür hadisələrə münasibətimiz necə olmalıdır cəmiyyət olaraq? Onlar bizə nətər tədbir görür, Biz hüquq dövlətiyik, yəni biz ruslar kimi. Başa düşürəm, indi mən özüm belə deyirəm də, amma bizim cənab prezidentimiz onu qoymaz axı elə eləmə. O hamısı düzmədir. Onların heç bir günahı yoxdur. Özü də ki, mən deyim, uşaq anladılar elə bir. 25 il bundan qabaq yalandan kimisə güya bunlar öldürüblər, özü Azərbaycanını öldürüblər. Onun üstündə gəlib o boyda cəmaatı bir dənə Azərbaycanlı 50 nəfər öldürüb, 50 nəfər tutublar.